Bugün Azərbaycan tarixinin ən önəmli və şərəfli günlərindən biridir. Müstəqilliyi qeyd edirik. Əslində bu keçmişə baxış deyil, gələcəyə verilən təcəssümdür. Azadlıq, müstəqillik və dövlətçilik kimi dəyərlər gənc nəsil üçün nəyi ifadə edir? Bugün qonaqla bu mövzuda müzakirə edəcəyik, amma ondan öncə süjetimiz var, gəlin birlikdə onu izləyək. Bəzən tarixdə elə bir gün yaşanmış olur ki, hər şey məhz həmin gündən başlayır. 28 may 1918-ci il. Azərbaycan xalqı biz artıq müstəqillik sədalarını bütün dünyaya çatdırdı. Bu süjetimizdə 28 mayın tariximizdəki önəmini biz gənclərin gözü ilə, baxışımızla danışacağıq. Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından kimləri tanıyırsınız? Mən tanıyıram Nəsib bəy Yusufbəyli, deməli, Məhəmməd Əmin Rəsulzadə, Fətəli Xoyski və Topçubaşov və bir sıra digər şəxsiyyətlər tanıyıram. Başda Məhəmməd Əmin Rəsulzadə olmaqla, onun bütün silahdaşlarını, cəbhə yoldaşlarını, hamısını minnətlə, sayğı ilə anmalıyıq, daim xatirələrdə yaşatmalıyıq. Əlağa Şıxlinski, Fətəli Xoyski, Məhəmməd Əmin Rəsulzadə və Əli Mərdan bəy Topçubaşov tanıyıram. Yəni buna Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına böyük rol olmuşdur. Məhəmməd Əmin Rəsulzadə, Nəsib bəy Yusifli və sair belə şəxsiyyətləri tanıyırıq. AXC 1918-ci il 28 mayda yaradılmışdı. Bunun qurucularından da ki, Məhəmməd Əmin Rəsulzadə, Əlağa Şıxlinski, Məhəmməd Əmin Rəsulzadə, Əli Mərdan bəy Topçubaşov, Əliağa Şıxlinski və bir çox vəsair liderlərin çoxlarını tanıyıram və haqlarında məlumatım da var. Məhəmməd Əmin Rəsulzadə, Nəriman bəy Nərimanov, Əlağa Şıxlinski. Məhəmməd Əmin Rəsulzadə, daha sonra Şıxlinski, Əlağa Şıxlinski və daha sonra Fətəli Xoyski. Məhəmməd Əmin Rəsulzadə 1918-ci ildə mayın 28-də qurulmuşdu. Məhəmməd Əmin Rəsulzadəni daha çox tanıyıram, çünki ən çox adı səslənənlərdən biri odur. Tarixlə çox maraqlanmadığım üçün digərlərinin adını təsvir çəkə bilməyəcəm. Bəzən bir millətin taleyi bir cümləyə sığar. Bir kərə yüksələn bayraq bir daha enməz. O bayraq ilk dəfə 1918-ci il 28 mayda ucaldı. 20-ci əsrin əvvəlləri. Dünya müharibələr və inqilablarla silkelənirdi. İmperiyalar çökür, xalqlar isə öz azadlığı uğrunda ayağa qalxırdı. Bu tarixi dönəmdə Qafqazın ortasında bir xalq səssiz qalmadı. O xalq Azərbaycan xalqı idi. 1918-ci il 28 may. Azərbaycan Milli Şurası İstiqlal Bəyannaməsini qəbul etdi. Azərbaycan Xalq Cümhuriyyəti elan olundu. Bu təkcə bir dövlətin yaranması deyil, həm də bütün şərqdə ilk dəfə olaraq parlamentli, demokratik və hüquqi bir respublikanın qurulması idi. 1918-ci il dekabrın 7-sində gündüz saat 1-də Hacı Zeynalabdin Tağıyevin keçmiş qız məktəbinin binasında müsəlman şərqində ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin ilk iclası təntənəli şəkildə açılır. Parlamentin yaradılması haqqında qəbul edilmiş qanunda Müsavat fraksiyasının təklifi ilə Əli Mərdan bəy Topçubaşov parlamentin sədri, Doktor Həsən bəy Ağayev isə sədrin birinci müavini seçilirlər. Cümhuriyyətin qurucuları, parlamentin liderləri Məhəmməd Əmin Rəsulzadə, Əli Mərdan bəy Topçubaşov, Həsən bəy Ağayev, Məmməd Yusif Cəfərov, Mehdi bəy Hacınski, Bağır bəy Rzayev, Bayram Niyazi Kiçikxanlı və Əbdüləli bəy Əmircanov milli dövlətçilik tariximizin əsas sütunlarını təşkil edən görkəmli ziyalılar idi. Cəmi 23 ay ərzində görülən işlər isə bir əsrə bərabər idi. Avropanın bir çox ölkəsindən əvvəl qadınlara səs vermə hüququ verildi. Yeni məktəblər açıldı, təhsil milliləşdirildi. Dövlət dili elan olundu. Bu dil Azərbaycan türkçəsi idi. Millətin ali təhsilə ehtiyacı var idi. Bakı Dövlət Universiteti təsis edildi. Bununla da ilk milli ali təhsil müəssisəsinin əsası qoyuldu. Azərbaycan mətbuatı çiçəkləndi. Açıq söz, İstiqlal, Dirilik, Azərbaycan, İqbal kimi qəzetlər xalqın maarifində öncül rol oynadı. Xaricə nümayəndə heyətləri göndərildi. Azərbaycan beynəlxalq aləmdə tanınmağa başladı. AXC-nin yaradıcıları Cümhuriyyətin ruhunu təmsil edirdi. Cümhuriyyətin qəbul etdiyi bəyannamə bu gün də müasir Azərbaycanın hüquqi və mənəvi əsaslarını təşkil edir. Cümhuriyyətin ideoloji təməlini qoyan fikir öndərlərindən biri olan Əli bəy Hüseynzadə deyirdi ki, bizə bir fədai lazımdır. O fədai ki, İslam etiqadlı, türk qafalı və Avropa qiyafəli olsun. Bu ideya Azərbaycan bayrağında öz əksini tapdı. Bugün müstəqil Azərbaycanın üçrəngli bayrağının həmin dərin mənası məhz o ideyalardan doğub. Bəli, 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti bolşevik işğalı ilə süqut etdi. Lakin o ruhən süqut etmədi. İdeyalar sustu, amma ölmədi. Nəhayət 1990-cı ildə xalq yenidən o bayrağı qaldırdı. Yenidən o səsi ucaltdı. Müstəqillik. 28 may yalnız bir tarix deyil. Bu, millətin ruhunun oyandığı gündür. Bu günün adı Azərbaycandır.
Qonağımız tarix elmləri doktoru professor Qasım Hacıyevdir. Qasım müəllim, xoş gəlmisiniz. Çox sağ olun. Bu gün 28 may Müstəqillik gününü qeyd edirik. Bu bayramdan əlavə Qasım müəllim, siz də mənlə razı olarsınız ki, həm də əslində bir vətəndaş məsuliyyəti günüdür. Mən belə adlandırardım. Baxın, istədik bu məsuliyyətdən danışaq. Xüsusilə gənclər üçün bu məsuliyyətin önəmi nədir? Mən sizə deyim ki, Azərbaycan dövlətçiliyi həm tarixən qədimdir, həm də çox zəngindir. Belə bir dövlətçilik dünya dövlətlərinin içərisində çox keşməkeşli, çətin anlardan keçib gəlib. Bu dövlətə, bu günləri vaxtı ilə deyək ki, Şimali Qafqazda daxil olmaqla, Qafqaz bölgəsinə yaxın olan ərazilərdə 200-ə qədər dövlət olub, onların çoxsu bu saat yoxdur. Təbii. Amma görün ki, Azərbaycan dövləti nə qədər qüdrətli, nə qədər qiymətlidir ki, bugünkü gənclik üçün də, bütün vətəndaşlarımız üçün də o qədər qiymətlidir ki, bunu heç nə ilə əvəz etmək mümkün deyil. Çox qiymətli bir dövrdür. Müstəqillik qazanılandan sonra Azərbaycan dövlətinin möhkəmlənməsi, Azərbaycan dövlətinin ətrafında xalqın birliyi, gənclərə yaradılan şərait, insanlara yaradılan şərait, mən deyərdim ki, bəlkə dünya ölkələri içərisində ən yeganə dövlətlərdən biridir. Bilirsiniz, siz də o məqama yaxşı toxundunuz ki, ümumiyyətlə həm gənclər üçün yaradılan şərait, ümumiyyətlə gənclik bugünkü dönəmdə biz tarix müəllimlərindən, tarix kitablarından, tarixi kinolardan öyrənib və bu cür artıq həmin hadisələri qavramağa çalışırıq. Amma bilirsiniz, bizim də bir məsuliyyət və öhdəliyimiz olmalıdır ki, mən başa düşürəm ki, xüsusilə Vətən müharibəsindən sonra da bu gün ayrı bir özəlləşdi. Baxın, orada da o qələbəni qazanan da gənclər idi. Sizin fikirləriniz maraqlıdır. Yeri gəlmişkən mən bir məsələni deyəcəm, Rahməlim. Deməli, Azərbaycan dövlətinin dövlətçilik tarixi boyu müxtəlif, dediyim kimi, vəziyyətlər olub. Həmi müharibələrdə uduzmalar dövrü olub, qələbələr dövrü olub. Nəhayət ki, bu son dövrdəki Qarabağ müharibəsində, 44 günlük müharibədə Azərbaycan xalqının, Azərbaycan dövlətinin, dövlət başçısının rəhbərliyi altında qələbə Azərbaycan xalqına və gəncliyə böyük ruh verdi. Bu son dərəcə əhəmiyyətlidir. Mən sizə bir məsələni deyim. Buyurun. Müharibə qurtaran kimi Azərbaycan məktəbi jurnalının redaktor müavini mənə zəng elədi. Xahiş elədi ki, yaxşı bir məqalə yazım, yenə Qarabağ haqqında. Mənim 170-ə qədər məqaləm Qarabağ tarixi erməni məsələsi ilə bağlıdır. 5 monoqrafiya, 5 kitabım var, onlar da hamısı onunla bağlıdır. Birbaşa mənim bütün tarix boyu dediyim ən çox yazdığım sahə bu olub. O, orada mənə bir məsələni qeyd elədi ki, həmən sizin Qarabağ tarixinə dair orta məktəbin 8-ci sinif üçün yazdığınız kitabın bu müharibədə bir rolu olubdumu? Dedim, mən onda o bölgələri gəzib, soruşaram təhsil şöbə işçilərindən, sonra gəlib o məqaləni yazaram. Belə də oldu. Da indi hamısını sanamıram, haradakı Qarabağ bölgəsində o döyüşlərdə iştirak edənlər var. Hətta Xocalı məktəbində oldum, Goranboyda yerləşən. Soruşanda hamısı bir ağızdan deyirdi, bir-bir göstərdilər. Bax, bu gənclərin özü o vaxtı 8-ci sinifdə oxuyurdu. O, deyirsiniz, o gənclərə təsir mexanizmi, o düzgün seçilməlidir. Gənclər haqqında indi o qədər informasiyalar, o qədər çətin, mürəkkəb şərait var ki, onlar yaxşını, pisi hələ çox seçə bilmirlər. Onlara düzgün istiqamət vermək lazımdır. O kitabda, Qarabağ tarixi dərsliyində nə üstünlük vermişdi? Xəritələr, təbii şərait, Qarabağın gözəlliyi və tarixdə ən mühüm hadisələr. Onu oxuyan gənc başa düşürdü, doğrudan Qarabağ necə gözəldir. Qarabağsız Azərbaycan nə ola bilər? Bunu dərk eləyəndən sonra inandırım səni, özlərinin dilindən eşitmişəm. Canbaşla onu silaha sarılıb döyüşə gedirlər. Bu Qarabağ tarixi kitabı da ümumiyyətlə yeni dövrdə artıq xüsusilə başlanmışdı və mən səhv eləmirəmsə bu belə idi. Yəni müxtəlif illərdə hətta kurikulum üçün tədris olunmuşdu. Yox, o deyil. Qədim dövrdə sonradan cənab prezidentimizin göstərişi ilə keçirdilər 7-ci sinif üçün. Qoy laf əvvəlcədən öyrənsinlər. 7-ci sinifdən deməli ən qədim dövrdən müasir dövrə qədər, hətta müharibə qurtaran dövrə qədər olan tariximizə aid orada mövzular var. Bu kurikulum tədrisi üçün səhv eləmirəmsə hesablanmış bir kitab. Orta məktəb üçün. Orta məktəb. Bəli, yəni nəyə görə vurğulamaq istəyirəm? 130 min nüsxə ilə onu pulsuz payladılar şagirdlərə. Mən xatırlayıram ki, Qarabağ ümumiyyətlə həmin o Qarabağ tarixi kitabını mən də həmin sinifdə oxuyurdum. Yəni 7-ci və 8-ci sinifdə oxuyan dönəmdə bəli biz keçməyə başlamışdıq. Mən çünki xatırlayıram ki, kurikulumdan başladı. Yəni biz
bizim dövrdən başlamışdı tədris olunmağa, həmin dövrdə. Həmin dövrə düşür. Bəli, həmin dövrə Hə. təsadüf eləmişdi və doğrudan da siz dediyiniz kimi çox zəngin idi. Baxın, əslində o da bir yenilik idi ki, biz həm orada görürdük Qarabağı, yəni tək oxumurduq. Həm o Qarabağın gözəlliyini görürdük, tarixini görürdük. Baxın, bu da yenilikdir. İndi belə bir sual vermək istəyirəm. Qasım müəllim, uzun illərdir gənclərin arasındasınız. Yəni gənclərə bu işi tədris edirsiniz. Bu tarixi, necə deyirlər, prosesi ötürürsüz. Baxın, çağdaş dövrdə yaşayırıq da biz. Bizdən sonra gələcək nəsillər də var. Bizim öhdəliyimiz o tarixi, yəni sizlərdən öyrənib gələcək nəslə ötürməkdir. Bu prosesi biz bir gənc olaraq necə aparmalıyıq ki, burada hər şey doğru olsun? Mən sizə deyim ki, siz haqlısınız. Mən neçə ildir, 40 ildən artıqdır ki, ali məktəblərdən mühazirələr oxuyuram. Azərbaycan tarixindən, Türk xalqları tarixindən, digər Azərbaycanın arxeologiyasından. Yəni mən birinci ixtisasım arxeoloq, ikinci vətən tarixi. Ona görə də mən o dediyim kimi müxtəlif dərslərdən, universitetlərdə o ixtisaslardan mühazirələr oxuyuram. Eyni zamanda orta məktəblərdə görüşlərə getməkdən də çəkinmirik. Orta məktəblərin çoxunda təşkilatlarda oluruq. Bu barədə söhbətlər aparırıq. Mən sizə deyim ki, indiki istiqamət nədir? Elə indiki gənclik bu günə qədər öz bayrağını, öz atributlarını, bugünkü dövlətçiliyini qoruyub saxlayıb bu günə çatdıran Azərbaycan dövlətini qədrini bilsinlər. O çox böyük ruh yüksəkliyi verir. İnsanın yaşaması üçün böyük bir stimuldur. Yəni, vətənin əgər yaxşı dövlətçiliyin varsa, bütün dövlətlər içərisində dalğalanan nəhəng bayrağın varsa, bura atributlar hamısı qorunub, saxlanıb, bu günlərdə Azərbaycan dövləti gənclərə şərait yaradırsa, gənclərin də borcu onun qədrini bilməkdir. İnandırım sizi, bu gedişi ki görürük, bu son dövrlərdəki, bu qələbədən sonraki ruh yüksəkliyini görəndə adamın sevincin həddi üdudu yoxdur. Mən sizə bir məsələni də deyim. Xarici dövlətlərin əksəriyyətində, həm Avropa, həm Şərq ölkələrinin çoxunda mən olub orada Qarabağ həqiqətləri haqqında, Xocalı faciəsi haqqında konferanslarda iştirak eləmişəm. Çox şəhərlərdə. Amma inandırım sizi, həmişə ağız dolusu deyək də, belə doğru dildən belə deyirlər, ürəklə danışa bilmirdik. Ona görə ki, tariximiz zəngin olsa da, müharibədə bir qrup erməninin Azərbaycana qalib gətirilməsi bizi çox sıxırdı. Ona görə də indi Azərbaycan gəncliyi fəxr eləməlidir ki, indiki kimi dövləti var, indiki kimi gənclərə yaradılan şərait var, gənclər özü də fəal olmalıdır. Mən sizə bir şey də deyim ki, hər şeydən gilə eləmək olmaz, narazılıq almaq olmaz. Ona qalsa, adam özündən başqa adam var ki, özündən başqa hər şeydən narazıdır. Onu mən gənclərə məsləhət bilmirəm. Gənclik mərd olmalıdır, məğrur olmalıdır, dözümlü olmalıdır. Mən elə bir şeyi konkret elə deyim ki, oğlanlarımız da o cəbhədə can qoyan ki, oğlanlar həmin oğlanlar idi. Bu sonra gələn gənclikdə onların yolunu görsün, davam elətdirsin. Mərd olsun, qorxmaq olsun. Ən azı qızlar oxuduğu qədər də kitabları yaxşı oxusun. Azərbaycan gəncliyi xüsusilə sözsüz ki, hər sahədə bugün bu həm dövlət siyasəti, gənclər siyasəti və eyni zamanda gənclərin öz təşəbbüsləri ilə dünyada öz sözlərini deyə bilirlər. Və siz də qeyd elədiniz ki, artıq biz şərəfli bir tarixin, necə deyirlər, tarixə şahid oluruq. Eyni zamanda biz əslində hər şey özümüz, bugünkü gənclik, bütün bu proseslərin şahidi olur. Canlı şəkildə biz Vətən müharibəsinin şahidi olduq, Anitora əməliyyatların şahidi olduq. Elə hazırda da necə ki 30 il bundan öncə Xocalı faciəsini törədən, ümumiyyətlə Qarabağda dırnaqarası hegemonluq edən insanların da indi məhkəmə prosesinə də bir növ biz şahid oluruq. Əslində bu bizim üçün qiymətli bir tarixdir. Baxın, bu da bizə ayrı bir məsuliyyət yükləyir, mən demək istəyərdim. Elədir. Bütün bu dediklərinizi ancaq siz deyən kimi tarix kitablarında çox yazılıb. Məqalələr də var. Mən məsləhət bilərdim gənclərdən başqa əyləncəli verilişlərdən çox, ən çox elə tarixi həqiqətləri əks etdirən verilişlərə baxsınlar. Jurnallardan oxusunlar, məqalələr oxusunlar. Lap əziyyət olsa da çox oxusunlar. Çox oxumağın heç bir ziyanı yoxdur. Tarixi bilmədən gələcəyinin qədrini çətin müəyyənləşdirə bilərsən. Tarix nə üçün yazılır? Kitab yazı ora rəfə qoymaq üçün deyil ki, yazılır ki, ondan nəticə çıxarılsın. Əgər indiki gənclik tarixdə baş verən prosesləri bacarsa, öyrənsə və o yolla getsə, mənə elə gəlir ki, əsl vətəndaş olacaq və dövlətin də qədrini biləcək. Mənə elə gəlir ki, bax bu şərəfli dövrü yaşamaq üçün
Baxsa necə gözəl sanadınız, hansı proseslər baş Təbii, verdi. təbii. Qoy onların hamısını görüb fərəhlənsinlər. Vaxt var idi ki, Xocalı hadisələrindən mən gedib əhali ilə görüşüb, söhbət edib, gəlib onu kompüterdə yazanda Qarabağ Tarix Şöbəsinin rəhbəri idim. İnandırım sən o qızlara vermirdim onu yazsın. Çünki insan ağlı, insan ürəyi ona dözmür. Amma indi biz fərəhliyik ona görə ki, o Xocalıların hətta özü ona dözdü və həmin düşmənlərə başa saldı ki, kim kimdir. Bax, bununla fəxr eləsinlər gənclər, öyrənsinlər, tariximizi öyrənsinlər, verilişlərə baxsınlar, dediyim kimi oxusunlar və gələcəkdə Azərbaycan dövlətinin hansı yolda gedəcəksə, o dövlətçiliyə xidmət eləsinlər. Bundan yaxşı şərəfli nə iş ola bilər ki? Siz o qədər dolğun və gözəl fikirlər ifadə edirsiniz ki, Qasım müəllim, bilirsiniz, hər dəfə də danışığınızda müəyyən bir çıxarışlar olur. İstərdim bir məsələyə də toxunum. Bilirsiniz, 1918-ci ildə başlayan bu proses, bu müstəqillik artıq gəldi müasir dövrə. Yəni o dövrün təbii ki, öz idealları, öz çətin şəraiti var idi. Bu dövrün də özünün müxtəlif müqayisələr eləmək olar, amma buradakı əsas məqsəd nə idi? Müstəqillik və azad olmaq. Belə bir sual vermək istərdim. Bugünkü Azərbaycan gənclərində, baxın bu müstəqillik anlayışı, onların davranışında, düşüncə tərzində sizə necə təcəssüm eləməlidir? Mən sizə deyim ki, çox yaxşı məsələyə toxundunuz. 18-ci ilə qədər bilirsiniz ki, 100 ildən artıq idi ki, Azərbaycan artıq böyük bir imperiyanın tərkibində idi, işğal zonası idi. Siz təsəvvür edin ki, tarixin taleyinə elə gəldi ki, əsrin əvvəllərində imperiyaların başı dünyanı bölüşdürməyə qarışanda Azərbaycan kimi respublikalar yarandı, Azərbaycan Xalq Cümhuriyyəti kimi. Və bir neçə respublika yarandı. O bir respublikalardan danışmağa vaxtımız çatmaz. Azərbaycan Xalq Cümhuriyyəti təsəvvür eləyin ki, qısa bir müddətdə 200-ə qədər qərar və qanun qəbul edilər. Bax, bunlar dövlətimizin bünövrəsi idi. Bütün bunlardan sonra Ulu Öndərimiz Heydər Əliyev dedi ki, biz həmin cümhuriyyətin varisləriyik. Və o vaxtı amma o dövlətin yaradılmasında bir xüsusi bir maraqlı nüans var. Mən onu demək istəyirəm. Buyur. Çox şey demək olar. Orada əsas məsələlərdən biri idi ki, o vaxtı o cümhuriyyət yarananda Azərbaycan xalqının içərisindən çıxan mütəfəkkirlər o dövləti idarə eləməyə başladı. Onlar olmasaydı, dövlət də ola bilməzdi. Dövləti kim idarə eləyər? İnsanlar idarə eləyər, siyasətçilər idarə eləyər, mütəfəkkirlər o dövlətə düzgün istiqamət verə bilər. O vaxtı başqa dövlətlərin, Avropa dövlətləri, baxmayaraq ki, qədim dövrdən şərq dövlətləri hər şeydə üstün olub. Bütün elm sahələrində. Amma etiraf eləmək lazımdır ki, 17-18-ci əsrlərdən sonra Avropa sürətlə inkişaf elədi. Kapitalizm qurandan sonra başqa dövlətləri başladılar istismar eləməyə. Bu istismarlardan biri də elə Azərbaycanın başına gəldi ki, böyük imperiya Azərbaycan kimi respublikaların ərazilərini işğal eləmişdi. Amma ilk dəfə imkan yarananda, Birinci Dünya müharibəsi ki, başlandı, özləri başları qarışdı, onda bu xalqlar özlərinin dövlətlərini yaratdılar. Bax, bu Azərbaycan dövlətçiliyində yenidən dövlətçiliyin bərpa olunması üçün böyük bir mərhələnin başlanğıcı oldu. Və sonradan Sovet hökuməti yenə də işğal zonasına çevirdi. Azərbaycan öz təsiri altında saxladısa da, müstəqillik əldə olunandan sonra həmin o bünövrədən, o sütunlar üzərində yenidən Azərbaycan dövlətçiliyi bərpa olundu və bugünkü gündə də görürsünüz ki, çox, necə deyərlər, yüksək səviyyədə inkişaf etməkdədir. Bax, gənclər bir də qayıda o məsələyə ki, gənclər elə bunu dərk eləsin, görsünlər ki, dövlətçiliyi qorumaq üçün, dövləti saxlamaq üçün yeri gələndə görsən insanlar nə qədər itki verir, nə qədər adam canından keçir. Onlar keçməsəydi bu günləri biz müstəqil belə böyük bir dövlət şəraitini yaşaya bilməzdik. Bax, gənclər bunun qədrini bilməlidir, o yolu seçməlidir, hərə özü bacarığından tövsiyə verməlidir. Qaçmaqla, ora-bura yayınmaqla heç nə eləmək olmaz. Vətən oğlu vətənin qədrini bilməlidir. Vətən oğlu təkcə öz dərdini çəkməklə kifayətlənməməlidir. Bu saat biraz bərkə düşən kimi, müəllim, ən ciddi problemlərdən biri də budur. Bir balaca çətinlik yaranan kimi vahimələnir, hamısı gedib ondan bundan ünvanlar alırlar ki, görüm hansı xarici ölkədə yaşamaq yaxşıdır. Ən çox onu ermənilər eləyib. Ona görə də görürsünüz, ermənilərin bu saatları dövlətçiliyini qoruyan düzənməli əhalisi də yoxdur. Necə o yarananda eləydi, əhali çatmırdı respublika yaratsınlar. İndi də əhalisinin sayı aşağıdır. Mən səhv eləmirəmsə, özlərini mən keçən il bir monoqrafiya yazdıq. Ermənistanın
xarici siyasəti və daxili sosial-iqtisadi vəziyyəti. Hər şey açıq tökülüb ortaya bilinir onların nə olduğunu. Bəli, bəli. 1 milyon 800 minə qədər erməni qalmışdı orada. Amma Azərbaycanlılar vətənini sevir. Təbii ki. Azərbaycan gəncləri də o yolu tutsunlar. Bu ata-babalarımız, mənim atam 2-ci Dünya müharibəsində Berlinə qədər gedib, sağ gəlib, salamat gəlib, yenə də ömrünü bu torpaqdadır. O da o vaxtı qala bilərdi, hansısa ölkədə qalıb güzaranını yaxşı eləyə bilərdi. Bəlkə də olsaydı biz boyda bu nəsil yenidən əmələ gəlməzdi. Bunları da nəzərə almaq lazımdır. Yoxsa bu günləri öz başını saxlamaq üçün, hansısa özünü təmin etmək üçün hər şeydən ötəri vətəni qoyub getmək harasa, mən deyərdim gənclikdə bu saatları ən ciddi problemlərdən biri budur. Niyyətlərini düzəltsinlər, qeyrətlərini qoysunlar ortaya, cəsarətlə, bacarıqla nə çatmır onu desin, nə şərait yaratmaq lazımdır, qoy dövlət yaratsın, amma vətənə xidmət eləsin. Vətəndə yaşasın, vətənə xidmət eləsin. Əslində, yəni bugünkü gündə Azərbaycan gəncliyi xaricdə gedib təhsil alanda bunu gəlib ölkəmizə tətbiq edir. Təbii ki, bu əslində yəni ən yaxşı formalardan biri də budur ki, ölkəmizdə gəlir onu tətbiq edir və bu formada artıq həm özünü inkişaf elətdirir, həm də kimlərəsə töhfə vermiş olur. Qasım müəllim, çox sağ olun. Təşəkkür edirik gəldiyiniz üçün. Vaxt ayırdınız və belə bir vacib mövzunu bizlə müzakirə etdiniz, bizim verilişimizdə iştirak elədiniz. Seçkilərinizdə uğurlar arzu edirik. Bir daha təşəkkür edirik. Var olun. Mən çox razıyam sizdən. Belə verişləri çox eləyin. Çox sağ olun mənim bir də. Təşəkkürlər. Dövlət atributları ilə bağlı süjet hazırlamışıq. Gəlin izləyək. Azərbaycan Respublikasının milli rəmzləri ölkənin tarixinin, mədəniyyətinin və milli müstəqilliyinin simvollarıdır. Bu simvollar siyahısına əsas olaraq gerb, himn və bayraq daxildir. Azərbaycan Respublikasının bayrağı ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən yaradılıb. Bayrağın müəllifi Əli bəy Hüseynzadədir. Bayraq üfüqi şəkildə yerləşən 3 bərabər zolaqdan ibarətdir. Göy rəng türklüyü, qırmızı rəng müasirlik və demokratiyanı, yaşıl rəng isə İslam mədəniyyətini bildirir. Bayrağın ortasında ağ rəngli aypara və 8 güşəli ulduz var. Azərbaycan Respublikasının növbəti əsas rəmzlərindən biri isə gerbdir. Gerb alov şəklində təsvir olunub. Alov Azərbaycanın odlar yurdu kimi tanınmasına işarədir. 8 güşəli ulduz və aypara Türk İslam dünyasına aid simvollardır. Buğda isə sümbülləri və palıd budağı ilə xalqın zəhmətini, bolluğu və gücü ifadə edir. Növbəti əsas rəmzlərdən biri isə himndir. Azərbaycanın dövlət himninin sözləri Əhməd Cavad, musiqisi isə Üzeyir Hacıbəyli tərəfindən yazılmışdır. Himn 1918-ci ildə qəbul edilmiş və müstəqillik bərpa edildikdən sonra yenidən rəsmi dövlət himninə çevrilmişdir. Bu rəmzlər yalnız dövlətin simvolu deyil, eyni zamanda xalqın vətənə bağlılığının əsas miraslarıdır. Bəli dostlar, beləcə bir buraxılışın da sonuna gəldik. Maqda başqa hansı mövzuların müzakirə olunmağını istəyirsinizsə bizə sosial şəbəkə hesablarına yazmağı unutmayın. Sağ olun, salamat qalın.